Selamünaleyküm Akşesi TV1 izleyicilerimiz. Bu günlerim Gəncə şəhərindəyik. Gördüğünüz kimi Gəncə şəhər icra hakimiyyətinin qarşısında ora. Belə qərara gəldik ki, bu günlərim mətbuatın mövcudluğu ilə bağlı reportaj hazırlayaq. İndi onu da indi bizim buradan bir gəncimiz gəlir. O gəncimizə bir sual verərik inşallah. Selamünaleyküm. Olar mı siz bir dəqiqə? Zəhmət olmasa özünüzü təqdim eləyin. Adım Kənandır. Kənandır. Kim oğlu? Ruslan oğlu. Ruslan oğlu. Familyen? Nəsibov. Nəsibov. Nəsibov Kənan Ruslan oğlu. Ay sağ ol, Allah səni var eləsin. Kənan, bu günlərim mətbuat barədə bizim gənclərin fikrini öyrənmək istəyirdim. Bu barədə nə deyə bilərsən? Mətbuat deyəndə təəssüf olsun ki, bu gündəmizdə yoxdur. Əvvəl var idi, dədə-babadan görürdük, amma indi görmürük. Elə maraqlı olar ki, gəlib sakinlərimiz gəlsin, buradan alsın, eləsin. Və mən özüm də gəlib buradan oxuyuram. Buradan deməli alıb oxuyursan özün üçün, elədirmi? Yəni belə bir sənə xoş təəssürat verir də, elədirmi? Bəli, və köhnələri yad edir. Çox maraqlıdır əslində. Və çox gənc gəlir oxuyur, amma maraqlı gəlmir. Amma belə tam dəqiq oxuyanda, biraz oxuyanda adam maraqlı gəlir. Görürsən nə var, nə yox da. Allah səni var eləsin. Bizim bu günlərin bu gənclərimiz demək olar ki, devlətimizin siyasətində gənclərimizin də böyük bir rolu var. Yəni istər hərbidə, istər ictimai fəallıqda, idmanda, hər sahədə gənclərimiz cənab prezidentimizin məqsədyönlü siyasətinə dəstəkdir. Sağ olun, təşəkkür edirəm. Mətbuat haqqında bu sözləri dediyinizə görə xanım da gəldi elə. Xanım, kim oldunuz siz? Nazənin Əliqulu qızı. Nazənin Əliqulu qızı. Bəli. Xanım, zəhmət olması deyil, özünüz təqdim elədiniz. Bəli. Bu siz buranı işlədirsiniz də yəqin oğlunuzla, hə? 96-cı ildə. 96-cı ildə. Bəli, bu oyun fəaliyyət göstərir. Oğlunuzun adı nədir? İmran Quliyev. İmran Quliyev. Hə, çox gözəl. İndi özü burada yoxdur, anası buradadır. Xanım, bilirsən bizi nə maraqlandırdı? Bu belə çeşidlərin əvvəllər görürdük biz. Və çox maraqlı idi da. Çünki alıcıların öz zövqünə oxşayan qəzetlərin hər hansı birinin alırdı, oxuyurdu. Amma bu günlərim demək olar ki, mən belə bir çeşidli sizin kiosk kimi fəaliyyətini davam edən kiosk görməmişəm. Bu barədə nə deyə bilərsiniz? Bu sizi nə yaxşı belə maraqlandırıb, bunları bir çeşiddə saxlayırsınız? 96-cı ildə mən fəaliyyət göstərirəm mətbuat yayınında. Bizim gözəl müdiriyyətimiz Fuad müəllimə də mən uzun ömür sağlıqla arzu edirəm ki, bu işi fəallıqla yerinə yetirir. Çox sağ olsun. Bizim prezidentimizin sayəsində Azərbaycan xalqı da irəliləyişi var. Böyük minnətdarımı prezidentimizə bildirirəm. Ham ki, mən də fərəh hissi duyuram ki, yəni bizim belə bir Azərbaycanımızın belə bir prezidenti var. Dəmir yumruq sayəsində torpaqlar alındı. Şəhidlərimiz, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər birinə, ailəsinə, mən şəhidlərimizin ailəsinə dərin üzündə baş sağlığı verirəm. Və onların qarşısında hamısını baş əyirəm. Qazilərimizin də hər birinə uzun ömür sağcan arzu edirəm. Hər birinə böyük bizim hörmətimiz var. Onların sayəsində də mətbuatımız yerindədir. Onların sayəsində hər bir qəzetin üstündə bir qazimizin, bir şəhidimizin şəhidləri. Prezidentimiz baş vermək. Mən bununla qürur duyuram, öz işimlə qürur duyuram. Sağ olun. Bu Gəncə icra başçısı ilə bağlı nə deyə bilərsiniz? Nə kimi şəraitlər yaradır, yerləş var? Çox gözəl insandır. Adı nədir? Mən çox razıyam. Mən burada 96-dan işləyirəm, neçə başçılar görmüşəm. Onlardan gözəllərinin, insanpərvər olan, yəni icra başçısı kimi bu gənciyə can yandıran biri də
Niyazi müəllim. Allah uzun ömür sağlık versin. Buralar güllü çiçəkli. Özünüz görürsünüz. Hər yer abaddır. Hər yer. Bayaq bu ağacın dibi su görmürdü aylarla, illərlə. Amma su gölünü bu ağacın. Mən çox razıyam. Çox sağ olun, təşəkkür Mən də edirəm. çox razıyam ki, bugün gəlib bizdən bütün tezi götürdünüz. Sağ olun, var olun. Hörmət bacısı kimi Sağ olun. sizə uzun ömür can sağlığı. Sağ ol. Sağ olun. 34 ildir bu sahədə çalışıram mən də. Bəli, bəli. Haqq Səsi TV1 olaraq daimi haqqı deyənin yanındayıq. Allah bir daha bizim xalqı qorusun. Bəli, bəli. Cənab prezidentimizi qorusun. Şəhidlərimizə deməli məkanları cənnət olsun deyirəm. Qazilərimizin də canı sağ olsun. Ailələrinə səbir diləyirəm, evlatlarına da. Bəli, bəli. Çox sağ olun ki, siz də bizə intervyu verdiniz. Çox sağ olun. Sizə uğurlar arzulayıram. Sağ olun. Bu kiosku ki, belə siz qoruyub saxlaya bilirsinizsə, əhsən. Sağ olun. Sağ olun. Bəli, dəyərli izləyicilərimiz, bizim gənclərimiz dostu ilə bərabər mətbuata çox böyük diqqəti var. Sağ olsunlar, təşəkkür edirik.